Gəldik güncəl mövzumuza, yəni heç bir üzr və rüxsət olmadığı halda Ramazan orucunu tutmamaq. Peyğəmbər aleyhissalatu vesselam belə buyurur: Kim Allahın onun üçün tanıdığı bir üzr olmadan Ramazan orucundan bir günü yeyərsə, ömrü boyu oruç tutsa belə onu layiqincə qəza edə bilməz. Əbu Davud Əs-Sünən Kitab-ı Siyam. Başqa bir hədisdə Peyğəmbər aleyhissalam buyurur: 5 vaxt namaz, cümədən cüməyə, Ramazandan Ramazana keçən vaxt böyük günahlardan çəkinildiyi halda digər günahlar üçün kəffarədir. Yəni günahların bağışlanmasının təzminatıdır. Müslim Əl-Camius Sahih Kitabul Taharat. Peyğəmbər aleyhissalam buyurur: İslam 5 əsas üzərində qurulmuşdur. Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına, Muhammedin Allahın rəsulu olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, həcc etmək və Ramazan orucunu tutmaq. Buxari Əl-Camius Sahih Kitabul İman. Abdullah ibn Abbas radiyallahu anh dan mərfu olaraq Peyğəmbərdən aleyhissalatu vesselam belə bir hədis rəvayət edir. İslamın əsasları və dinin qaydaları 3-dür. İslam bunların üzərində qurulmuşdur. Kim bunlardan birini tərk edərsə, kafir olub qanı halal olar. Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına şəhadət etmək, fərz namaz və Ramazan orucu. Əbu Yala Əl-Musnəd əsəri. Əvvəl Musnədi İbn Abbas bölməsi. Peyğəmbər aleyhissalam belə buyurur: Yalan sözü və onunla əməl etməyi tərk etməyənin yeməyi və içməyi tərk etməsinə Allahın ehtiyacı yoxdur. Buxari Əl-Camius Sahih Kitab-ı Savm. Peyğəmbər aleyhissalatu vesselam buyurur: Ramazan ayına çatdığı halda bu fürsətdən istifadə etməyərək günahı bağışlanmayanın burnu yerə sürtülsün. Tirmizi Əs-Sünən Əd-Davat hədisi. Möminlər iqrar edirlər ki, Ramazan orucunu xəstəlik və ya digər üzürlü səbəblər olmadan tərk edən bir insan zina edəndən, xərac kəsəndən və əyyaşdan daha şərlidir. Belə bir insanın müsəlman olmasına şübhə edir və onu zındıqlardan olduğunu söyləyirlər.